Bu videomuzda isə alış və satış qaymələrimizi görəcəyik. Yəni e, müştəriyə satış, tədarüsçüdən isə alış qayməsi yaradacaq. Daxil olaraq anbar və satın almada qaymələr bölməsinə. Hal-hazırda heç bir qaymə olmadığı üçün boş görsənir. Daxil olaraq yeni qaymə. Burada yadda saxla düyməsi var. Yəni təsdiqlə və keç var, çap et var. Kalkulyatorumuz var. Yəni buradan da tez hesablama edə bilərsiniz. Sonra valyuta məzənnəsi burada avtomatik görsənir. Buradan da çevirə bilərsiniz. Məsələn üçün 20 avro, 10 manat, 13 kimsə, yəni manatı avroya çevirdi. Burada da yazır. Başlayaq o zaman. İlk öncə əməliyyat tipini seçirik. Alış qayməsi deyirik. Kontragenti seçirik. Əsas anbar, nağd ödəniş və ya hesaba köçürmə olsun. ƏDV xaric olsun. Və məhsulumuzu seçirik. Misal üçün 10 ədəd seçirik. Endirimi varsa endirimdə qeyd edirik, yoxsa qeyd etmirik. Qeydimizi də buraya yaza bilirik. Məsəl üçün alış qayməsi və bugünkü tarix. Misal üçün. Bunu qeyd etdikdən sonra təsdiqlə deyirik və budur. Alış etdik və hal-hazırda gəlib məhsullardan stok qalıqlarına baxsaq, görərik ki, 10 ədəd stokumuzda var bu məhsuldan. Yenə indi isə satış etməyə göstərəcəm. Yeni qaymə deyirik. Satış seçirik bunu. Müştərini seçirik. Əsas anbardan nağd ödəniş deyək. Və məhsulumuzu seçək. Misal üçün 2 ədəd. Gördünüz, burada hesablama göstərilir. Və buna da yazaq. Satış qayməsi. Yəni bunu mən şərti yazıram. Siz nə istəsəz yaza bilərsiniz. Təsdiqlə edirəm. Və budur. Təsdiqlədim. Buradan da ətraflı görə bilərik. Bu faktura nömrəsidir. İstəsək çapda edə bilərik. Misal üçün gördüyünüz kimi. Bu qədər. Çox sağ olun.